Salam değerli izleyiciler, kanalımıza hoş gəlmisiniz. Bugün heyva marmeladı hazırlayırıq. Heyva marmeladının hazırlama qaydasını keçən il sizinlə paylaşmışıq. İzah çox dolğun olsa da görüntü keyfiyyətsizdir həmin videoda. Ona görə də bu dəfə hazırlayırdıq yenidən sizinlə paylaşmaq istədik. Əgər sizin üçün maraqlıdırsa, buyurun başlayaq. Hal-hazırda heyvanın mövsümüdür, boldur, ucuzdur, organikdir. Bu mövsümdə bol istifadə etmək lazımdır heyvadan. Çünki faydalıdır. Onun həm alma ilə bir yerdə şirəsini çəkə bilərsiniz. Qışa saxlamaq üçün mürəbbəsini, cemini hazırlaya bilərsiniz və yaxud da marmeladını hazırlaya bilərsiniz. Bu heyva marmeladı çox dadlı, ləzzətli olur, həm də ki faydalıdır. Yəqin hazırlayanlar mənimlə razılaşarlar. Mən bugün 2 kiloqramdan bir qədər artıq heyva götürmüşəm. Heyvanın özəyini çıxarandan sonra, qabıqlarını soyandan sonra 2 kiloqram qalacaq. Birinci heyvanı yaxşı yuyuruq. Çünki üzəri çirk olur. Soda ilə yaxşı sürtüb yumuşam. Qırışları üzərində, həmin qırış hissələrini də fırça ilə təmiz-təmiz yumuşam. Çünki biz bunun qabığından da istifadə edəcəyik. Yuyandan sonra heyvanların qabıqlarını soyuruq. Çünki heyvanın qabığı sərtdir. Heyvanların qabıqlarını soyduq. Qabıqlarını soyandan sonra onların içərisini açıb özəyini də təmizləyirik. Heyva çox vaxt qurdlu olur. Ona görə də qurdlu hissələrini, özəyin qurdlu hissələrini çıxarıb atırıq bir başqa qabın içərisinə. Təmiz hissələrini, yaxşı hissələrini isə qabıqların üzərinə tökürük. Qabıqların da həmçinin zavallı, zədəli hissələrini çıxarıb atırıq. Çünki həm qabıqların, həm də özəyin tərkibində pektin var. Bu pektin də bizə təbii yolla marmeladı bərkitməkdə kömək edir. Gördüğünüz kimi tumlarını da qabıqların üzərinə tökürük ki, ondan istifadə edək. Təmizlədikdən sonra dilimləyib heyvanı bişirəcəyimiz qazanın içərisinə tökürük. Heyvaları doğradıq. İndi qabıqlarını, toxumları ilə birlikdə özəklərini bir qazancağın içərisinə tökürük və üzərinə çıxana qədər su əlavə edirik. Ocağın üzərinə qoyuruq, qazı orta açırıq, yumşalana qədər bişiririk. Artıq qabıqlar yumşalıb, özəklər də həmçinin rəngini, pektinini suya veririk. Biz indi onu ocağın üzərindən götürüb heyvaların üzərinə süzürük. Qabıqları, özəkləri isə atırıq. Yaxşı süzürük suyunu. Qabıqların, özəklərin suyunu heyvaların üzərinə tökəndən sonra, baxın gördüyünüz kimi, biz üzərinə çıxana qədər yenidən su tökürük, adi su. Su tökürük ki, heyvalar suyun içərisində düşməlidir. Bu qədər su tökürük üzərinə. Qapağını qoyub yumşalana qədər bişiririk. Artıq gördüyünüz kimi heyvalar yumşalıb, pişiblər.
hazırdılar. Biz indi onun içərisinə blender salıb əzəcəyik. Bir şey də sizə demək istəyirəm. Onu siz gördünüz ki, nəzarət edin. Gördünüz ki, qarışdırın, baxın. Gördünüz ki, heyvalar bir qədər yumşalıblar. Qapağı qaldırın, ağzı açıq vəziyyətdə. Həm yumşalacaq, həm də suyu da bir qədər buxarlanacaq ki, suyu çox qalmasın. İndi mən onun içərisinə blender salıb əzirəm. Məndə blender dəmir başlıqlıdır. Ona görə mən də isti-isti əzirəm. Əgər sizdə plastikdirsə, soyudun, sonra eləyin. Mən təmizləyəndən sonra meyvəni çəkdim. Mən demişdim 2 kilo qalar, amma qurtlu hissələri çox olduğuna görə az oldu. 1 kilo 800 qaldı. Ona uyğun olaraq yarısı qədər şəkər tozu götürürəm, 900 qram. Mən gördüyünüz kimi blenderladım, püre halına saldım. İçərisində iri hissələr qalmamalıdır, incəsli hala salmaq lazımdır. Blenderi çıxarıram. Mən bir kənarda onun içərisinə əlavə etmək üçün lazım olan bütün ərzaqları qoymuşam. Şəkər tozu, darçın, mixək, bir də bal. Darçını əlavə edirəm. Bir silə çay qaşığı darçın. Qaşığın ucunda bir qədər mixək əlavə edirəm. Əgər siz sevmirsinizsə, mixəyi əlavə etməyə bilərsiniz. Şərt deyil, amma mixək ilə həm mixək faydalıdır, həm də mixək ilə dadlı olur. Balı əlavə edirəm. Və şəkər tozunu qarışdıra əlavə edirəm. Şəkər tozunun hamısını əlavə etdim. Ocağı yandırıram. Orta ateşdə qatılaşdırıram. Nəzarətsiz qoymuruq. Arada gedib gəlib qarışdırırıq ki, dibinə yapışmasın. Qazanı da elə seçmək lazımdır ki, yapışdırmayan qazan olsun, dibi qalın qazan olsun. Kifayət qədər qatılaşdırmalıyıq ki, marmeladımız gözəl alınsın. Bir saat yarım, 2 saata qədər gərək bu orta ateşdə yavaş-yavaş qaynasın, qatılaşsın. Bir qədər keçəndən sonra suyu buxarlanır və dibinə yapışma ehtimalı artır. Ona görə də nəzarət altında saxlamaq lazımdır. Ya yaxında olun, tez-tez qarışdırın dibini ki, yapışmasın. Ətrafı qıllayıb, ətrafı bulamasın. Ya da ki, başının üzərində dayanıb durmadan qarışdırın. Həm də qazanı da elə götürmək lazımdır ki, dibi qalın qazan olsun, yapışdırmayan qazan olsun. Mən də onun qazını necə açmışam, onu da sizə göstərmək istəyirəm. Altının qazını da baxın bu qədər açıram. Yəni orta ateşdə bişirirəm. Artıq bizim marmeladımız hazırdır. Yəni bişməyi tam pişir. Onun hazır olduğunu necə biləcəksiniz? Qaşığı qazanın dibinə çəkəndə görəcəksiniz ki, ayrılır. Rahatlıqla dibindən ayrılır. Bu dəqiqədə onun altını söndürürsünüz. İçərisinə kim nə sevirsə, qoz, fındıq, badam, püstə xırdalayıb tökə bilər. Əgər baxmısınızsa, keçən mən hazırlayanda qovrulub xırdalanmış qoz əlavə eləmişdim. Bu dəfə sadə edəcəm. Ocağı söndürürəm, götürürəm. Nəyin içərisində hazırlayacaqsa, nəyin içərisində bərkidəcəksə, onun içərisinə mən sobanın tavasından istifadə edirəm. İçərisinə yağlı bişirmə kağızı çəkmişəm, gördüyünüz kimi. Və marmeladı onun içərisinə tökürəm. Tökəndən sonra hər tərəfinə bərabər qalınlıqda yayıram. Onu deməsəm olmaz,
Siz bunu bəlkədən vaxtı ola bilər ki, sıçrasın, əlinizi yandırsın, onda ehtiyatlı olun. Hər tərəfinə bərabər yayıram. Mən dediyim kimi keçən də bu videonu paylaşmışam. O həmin videoya da baxmağınızı məsləhət görürəm. Ola bilər ki, bu videoda nələrsə unutdum, vurğulamadımsa, həmin videoda onları sizə daha aydın olar. Hər tərəfinə bərabər yayırıq. Hər tərəfinə bərabər yaydıq, üzərini hamarlayıb gözlədirik. 1-2 günə təxminən quruyacaq. 2 gündən sonra görüşək. Marmeladı dünən hazırlamışdıq. Məcmeyin içərisinə, sobanın tavasının içərisinə sərdim, qurumağa qoydum, bərkiməyə qoydum. Bu günləri artıq ertəsi gündür bir üzü bərkiyib. Elə otaq temperaturunda qoymuşuq. Otaqda da hələ istilik sistemi işə salınmayıb. Normal otaq temperaturudur. Bir üzü quruyub. Üzərinə yenidən yağlı bişirmə kağızı səririk və bu şəkildə onu çeviririk. Baxın, belə çevirirəm. Yağlı bişirmə kağızı sərməsəniz də olar. Məndə var idi. Bəzən olur ki, mən heç sərmirəm. Çox da yaxşı olur. Alman marmeladına baxmısınızsa, mən orada yağlı bişirmə kağızından istifadə etməmişdim. Çox yaxşı almışdım. Amma mənim qabım həm böyükdür, həm çevirməsinə görə mən belə elədim. Mən indi onu sizə göstərmək istəyirəm. Üzərini necə əlimlə toxundurub. Yəqin ki, siz sevirsiniz. Bərkdir. Demək olar ki, bərkiyib, ələ yapışmır. Alt hissəsi də bərkiyib. Amma biz yenə də hər ehtimala qarşı bir gündə saxlayırıq. 2 gün bunu saxlayırıq. 2 gündən sonra sabah mən indi onu kəsib sizə göstərəcəyim. Digər üzünü çevirdik. Bir gündə digər üzü qaldı, qurudu. İndi biz onu kəsirik ki, süfrəyə qoyaq. İstədiyiniz formada kəsə bilərsiniz. Hər hansı bir forma ilə də figurlu şəkildə də kəsə bilərsiniz. Yumru formada, paxlava formasında, kvadrat formasında, üçbucaq formasında. Ürəyiniz nə formada istəyir, o sizin əlinizdədir. Kəsə bilərsiniz. Baxın, bu qaydada kəsirik. Görürsünüz. Çox gözəl quruyub. Baxın. Bilirəm ki, xanımlar indi soruşacaqlar ki, olar ki, bunun içərisinə darçın, mixək, bal əlavə etməyək və yaxud da onları nəsə başqa bir ərzaqla əvəz edək. Olar. Əsas heyva və şəkər tozudur. Şəkər tozunu ola bilər ki, bir 100 qram az əlavə eləyəsiniz, amma bu qədər məncə yaxşı olur. Və yaxud da şəkər tozunu bir qədər artıra da bilərsiniz. Belə hazırlayın, mən deyən kimi. Əgər dadına baxın, əgər sizi qane etməsə, turş olsa sizə görə, onu da artıra bilərsiniz. Marmeladı kəsəndən sonra ya saxlama qabının içərisində və yaxud da bir balonun içərisində ağzı bağlı otaq şəraitində saxlaya bilərsiniz. Mən indi onu saxlama qabına qoyuram. Kəsə də bilərsiniz və yaxud da bütöv şəkildə büküb qoya bilərsiniz. Bu sizin seçiminizdir. Bu şəkildə yığıram. Doldurub ağzını bağlayıb elə otaq temperaturunda saxlayıram. Hal-hazırda heyvanın mövsümüdür. Alın, hazırlayın. Bir qədər çox hazırlaya bilərsiniz. Bütün qış boyu istifadə edə bilərsiniz. Süfrələrinizə qoya bilərsiniz.
Bunu şirniyyatların içərisində, ponçikin, bulkanın içərisinə qoya bilərsiniz. Qat-qat xəmirdən şirniyyatlar hazırlayanda qoya bilərsiniz. Çox dadlı olur, ləzzətli olur. Ağzını bağlayıram. Qış boyu qalır, xarab olmur, qorxmayın. Sürəyə verəndə isə mən onu belə eləyirəm. Burada mən qoz, fındıq, bir də adi şəkər tozu götürmüşəm qabın içərisində. Marmeladları onların içərisində çevirirəm. Sürəyə verəndə baxın, bu şəkildə qoyub təqdim edirəm. Bunu eləməyə də bilərsiniz və yaxud da hazırlayanda qozu, fındığı, ürəyiniz nə varsa evdə, nə istəyirsinizsə içərisinə hazırlayanda əlavə edə bilərsiniz. Bunlar artıq sizin seçiminizdir, sizin zövqünüzdən, damaq dadınızdan asılı olan şeylərdir. Şəkər tozunun içərisinə çevirib qoyuram. Baxın, belə sürəyə veririk. Bu qədər. Bu da bizim hazırladığımız heyva marmeladı idi. Əgər bəyəndinizsə siz də təkrarlayın. Bu videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.